Elman Əliyev efrimdədir. Ay Bəli. arvadı qəhvə baba Rzayev. Necədir? Ləzzət eləyir baba. Buyur Ləzzət Elman. eləyir ona. Ləzzət Buyur, eləyir. buyur. Ha. Sağ ol. Allah razı olsun. İndi siz baxın görün də İlham, mən sənə buradan həqiqətən bir ağsaqqal kimi, yaşda sən məndən kiçiksən. Yəni səni Zqulbada bağdan mən tanıyıram, görmüşəm sənin uşaqlığını, yəni o yeni yetmə dövrünü görmüşəm. Necə orada məsələn üçün sən Qaşniki Məştaqiyə o barədə söhbət eləmişəm salıb aton. Yəni bilirəm də yəni ki, səni indidən tanımıram. 74, 75, 76-cı illərin söhbətini edirəm məsələn. İndi oraya gedirəm. İndi sən özün də öz gözünlə, öz qulağınla, öz dilinlə gördün ki, açdıq sənə nə dedik? Dedik ki, adı nədir? Əmin rəhmətə getdi, yəni necə deyərlər, əmin qəbrinə qoyulmadılar, əmin uşaqlarını bir günə qovdular, qohumlarımızın başına nə oyun açdılar? Yəni bunu sən şahidisən. Bax, indi də həmin oyunu Mehriban xanımın başına oyun açırlar. Onun yəni ki, əmisinin yəni xanımıdır. İstəyir o Mehribanın qohumu olsun, ya sənin qohumun olsun. İstəyir əl-arvad tutsa, qız tərəfin qohumu sənin üçün qohumdur, kişi tərəfin də qohumu Mehriban xanım üçün qohumdur. Yəni bu qohumlarımızın başına görürsən ki, nə oyun açırlar. Bu Yezdikürt komandasının apardığı siyasətdir. Bunlar da düz gözəl bilir ki, Rusiyadan bunlar idarə olunurlar. Bax, bu alçaq köpək oğlu. Atovu öldürən adamlardan biri də budur. Bax, onun da əli var orada. Bəylər Əyyubova, yəni ki, o necə deyə iynəni verdilər, necə deyərlər, məsafədən vurdular. Heydər nə dedi? Qayıtdı dedi ki, məni kim vurdu? Yəni cəmaatın qarşısındaydı və qayıtdı məni kim vurdu? Bax, bu Fituşok Gamburski bilirsən ki, Azərbaycana hansı zərbələr vurub, hansı ideologiyanı irəli sürüb, necə alladı püsü. Mehriban xanım, sənin də ki, o daim xanımına, Aliyə xanıma görürsən ki, necə oyun açırlar başına, nə zülüm gətirirlər başına. Özün də ki, bilirsən ki, zəif bir vəziyyətdəsiz. Yəni, neçə dəfələrlə də söhbətlər gedir ki, bəylərə qarşı sən döyüş aparırsan, ya ki, orada hansısa bir oliqarxlara qarşı çalışırsan, öz, necə deyərlər, hazırladığın insanları vəzifə başına qoyasan, onu da sən təmiz eləyə bilmirsən. Nəyə görə? Çünki bunların öz hazırladığı adamlar var, onu sən manipulyasiya edib qoyurlar yanıva, ki, adı nədir, onlar təzdən vəzifəyə gəlsinlər, bütün bu infrastrukturu öz əllərində saxlasınlar. Bunun sən Allah şükür şahidisən. Keçən səfər dediyim kimi də yenə deyirəm, istəyirsənmi ki, həqiqətən də sənin adın yaxşı çəkilsin. Çünki keçən səfər biz onu dedik, gördünüz kanalı neçə dəfə vurdular, bunlara sərf eləmədi. Nəyə görə sərf eləmədi? Çünki Mehriban'a söyüş yoxdur, İlhama söyüş yoxdur, təhqir yoxdur. Tənqid var, amma təhqir yoxdur. Ona görə də kanalı vurdular və 5000-dən yuxarı o kanalı qoymurlar çıxsın yuxarı. Öyle vəziyyətə gətirdilər ki, yəni ki, nəvələrin də baxmasın ona, yəni sən də baxmayasan, ətrafında. Və sənin yanına gəlib, girib, məsələn, kimsə istəyirsə bir şey çatdırsın, onu da qoymurlar, hamısını yoxlurlar. Bax, Elman bayaqları çox gözəl söz dedi, qayıt dedi ki, Anarın oynadığı rol var orada da. Anar kimin rolunu oynayır? Yezdikürtlərin rolunu oynayır. Yəni ki, qoymur ki, sən bir yerə gedəndə tez ona köhnə işçiləri çıxartırlar, salırlar bir otağa. Hazır bunların adamları var. Gəlirlər orada ki, fəhlədilər, ki, işçidirlər, zatdılar, onları sən görürsən. Gör necə manipulyasiya ilə, gör necə alladırlar. Ona görə də mən yenə də Elşadla mən tamamilə dəstəkləyirəm ki, Elşad çox düzgün bir mövqeyi tapdı qoydu. Yəni ki, bu mövqe ilə də mən də razıyam, ümidvaram ki, bundan Qabil də razıdır, necə deyərlər, bizim komandamız, yəni hər tərəfli müəyyən mübarizə aparanlar da bundan razılaşacaq ki, həqiqətən də Mehribanı və İlhamı sövmək lazımdır, təhqir eləmək lazımdır, tənqid eləmək olar, amma təhqir eləmək, saxlamaq lazımdır. Müəyyən vaxtı zaman görə cavab gələcək, gəlməyəcək. Ona görə dedim ki, Mehriban xanım, əgər istəyirsənsə nüşabə kimi adın çəkilsin, doğrudan da xalqın içərisində rahat gəzə biləsən, hər bir kəs səni öz evinə qonaq çağırsın həsrətlə. Elə bir vəziyyəti həyata keçirmək biz bacarırıq, biz onu eləyə biləcəyik və bütün bu Yezdikürt komandasını məhv eləməyə bizim gücümüz də var. Bozqurtlarımız hazırdılar, həqiqətən deyirəm. İstəyir kim olur olsun, almana 9 qramdan heç kim qaça bilməyibdir. Təpəsinə promoyorda qoyarıq, lazım olsa qarnını, sinəsini yırtarıq. Başa düşürsünüzmü? Yəni bizim bozqurtlar hər şeyə hazırdılar. Amma bunun üçün söhbətimiz lazımdır ki, həqiqətən də sənin də böyük bir ərazi torpağın olsun, evlatların da
Ya o boyda 40 dənə 50 dənə axrana yox, heç axranası